Herkese selamlar. Şahtada bir tane böyle zapı gördüm. Hürmetli qonaqlar, roller coaster atraksiyonunuza Dedim bu videonda kontekti, təhlükəsizlik kəmərlərinizin tam mövzu bağlandığından zapı əmin hakkında olun. olsun. Telefon və şəxsi Niye əşyalarınızı zapı? itirməmək üçün Deməli mənim birinci maşınım marşrut xətti doyunca zapı dayanmaq olubdu. təhlükəlidir. Daim hərəkətdə olun. Dear Bu guests, maşına ait welcome to our roller coaster. necə Please deyirlər, make sure your safety belts are fully təəssüratlarımı fastened. sizlə Hold your phone paylaşmaq and istəyirəm. personal items securely. Demək 2011-ci illər idi. 2010-2011-ci Keep illər. moving at all times. Bəlkə də 2012-ci illər. أعزائي الزوار، أهلا بكم في لعبة الأوفوانية. Valla يرجى التأكد من ربط أحزمة الأمان pul جيدا. para da yox idi, tələbəçilik yox idi. Maşın بإحكام. ən ucuz nədir? Təbii ki, zapı. Dedim mən bir dənə zapı رجاء aldım. الاستمرار في الحركة دائما. Option bir dənə zapı aldım. 200 manata. 200 manata. Nə sənət var, nə bir şey. 10 dığımı 592-də nömrəsi idi. Nəsə bunu aldım. Başladım yığmağa. Həsəbəz klapandan da falan səs var idi. Apardım onu düzəltdirdim, elədim. Amma motordan bir dənə səs gəlir ki, necə səs gəlir? Adi zapı səsi gəlmir də, zapı pırıldayır da, indi bilənlər bilir. Və məndəki yəni normaldır, deyirsən mən 06-dır. Həqiqi mənada, kaş o zapı qalsaydı, yəni onu mən göstərərdim, sübut elədim dediyim kimidir. Nəysə, bu zapı ilə biraz sürdüm ora bura. Elə oldu ki, satası oldum. Sözüm nədədir? Bu maşında bəzi özəlliklər vardı ki, nəinki indiki maşında, heç mən sizə dedim 2026-cı il maşında heç o özəllik yoxdur. Nədir özəllik? O bilənlər bilir ki, bu maşında pasajir tərəfdə də, şoferin sağ tərəfindəki sərnişin yerinin altında yumru bir qapaq var. O qapağı 3 dənə 10 boltla bağlıdır. O qapağı boltları açırsan, oradan mişarla da özün mişarı var da. Nə üçündür? O bu maşının düzdür. İndi deyəsiz Azərbaycanda o necə deyirlər? Ona nə deyirlər? Bizdə o hava şəraiti yoxdur da. Yəni Sibir soyuq deyil də Sibir kimi. Razıyam. Nəsə bunu Allah düzəldən konstruktorlar bu soyuq ölkələr üçün də fikirləşiblər. Mən Sibirdə, yəni Rusiyanın Sibir tərəf, Yakutiya, bu çuqçuqlarda, çuqqa-çuqlarda nədə onlar üçün. O şimdi maşının içində otura-otura sən balığı tuta bilərsən də, belə deyək. Bu bir. İkinci özəllikdə bunun bir dənə peçi var ki, adi yan maşınlardakı peç kimi deyil də, çerez radiator fırlanıb, yəni qızdırmır. Asol bu özünün benzin xətti var, nazik turbadır. Bakdan gəlir, balaca bir peçdir. Yəni alışdırma şamında, indi Sibertsa ilə o boşulur. Özündən bir interesli bir çakı var. Çəksəm, bu все, potlandı. Maşın içi olur od. Həqiqi mənada deyirsən mən, yəni içəridə bir dənə odun peçi yanır da. Yəni elə isti verir. Sadəcə olaraq o nəsə çox effekt vermir da. Çox məsələn zaplar ondan yandı. Belə deyim. Yəni biraz o zavodda mühəndislər yəni düzgün düzəltməmişlər də. Yəni bir dənə balaca bir yumru silindr fason bir şeydi. Başında bir dənə siverça var idi. Bir tərəfindən də benzin girirdi. Bir dənə də belə İran peç kimi bir şey vardı. Vururdun, siverçaya tok gəlirdi, benzini yandırır. O məndə var idi o, amma işləyirdi. O işləyirdi. Bir qış mən onu işlətmişəm. Təsəvvür edin ki, o maykada mən o zapını sürürdüm də. Cavan vaxtlarım idi. Cəmaət baxırdı ki, bu dəli olub, nədir? Qış vaxtı, bilirsiniz hansı idi? O bir dəfə Bakıya bu
bəlkə qar yağdı. Bax o ərəfələr idi bax.